Salamlayıram hər birinizi. Bu qar da yağdı, bu ərəfədə gəlmişsiniz, xoş gəlmişsiniz. Deməli, bu seminarımızın məqsədi sizin müəyyən qədər müasir texnologiyalara olan elə bir biliklərinizi tam, yəni istiqamətinizi seçmək üzərində qurulub. Yəni bizim seminarlara siz baxaraq və iştirak edərək siz gələcəkdə hansı sahəni, hansı IT sahəsini, hansı belə deyək, dizayn sahəsini ya proqramlaşdırma sahəsini seçəsiniz, buna qərar verəcəksiniz. Və bunu qeyd edək ki, bizdə bu seminarlar, bu birincisi ümumi tanışlıqdır. Burada mən bütün seminar mövzuları haqqında sizə məlumat verəcəm, yəni nələr barədə olacaq seminarlarımız. Və ümumilikdə sırf hansı bölümü seçsəz, nələri öyrənməlisiniz və necə irəliləməlisiniz, bu haqda məsləhətlər verəcəm sizə. Və bu seminar digər seminarların tanıtımı kimi deyək ki, ilk seminarımızdır. Bundan sonraki seminar isə 8 seminarımız, hərəsi bizim bölümlər üzrə fərqli seminarlar olacaq. Orada bizim Instagram səhifədə də və Bakı Gənclər Mərkəzinin Instagram səhifəsində də siz görə bilərsiniz hansı təlimlər olacaq. Burada IT ilə bağlı təlimlər var, şəbəkə ilə bağlı təlimlər, seminarlar olacaq, kiber təhlükəsizliyi ilə bağlı var, proqramlaşdırma ilə bağlı və dizaynla bağlı olan sahə var və ofis proqramları, sırf informatika bölümü üzrə də bir 8 seminarımız yanı baş tutacaq. Deməli, bu seminarları fərqli təlimçilər aparacaq. Hərəsi öz sahəsi üzrə mütəxəssisdir və uzun illərdir ki, bu sahə üzrə həm çalışırlar, həm də bu sahə üzrə müəllimlik fəaliyyətləri var. Və onlar sizə hardan başlayasınız, hansı bölümü necə öyrənəsiniz, bu haqda istiqamətləri verəcəklər. Əgər siz də bu təlimlərdə sonra belə deyək, iştirak etmək istəsəniz, bizim kurslarımıza qatıla bilərsiniz bu barədə. Bundan başqa onu qeyd edeyim ki, ümumilikdə burada sırf seminarların hamısında iştirak edən tələbələr iştirakçı sertifikatı alacaqlar, bu iştirakla bağlı. Və bu sertifikat biz orada nəzərə almışıq ki, heç olmasa 8 seminarın 7-sində iştirak etməlidir. Və üzrlü səbəbdən 6 da ola bilər, amma normalda 7-sində maksimum iştirak etmək lazımdır ki, yəni bu sertifikat əldə edə bilərsiniz, yəni seminarda iştirakla bağlı. Deməli, bundan başqa onu qeyd edək ki, bu sırf seminarlar ərəfəsində fərqli endirimlər də olacaq kurslarla bağlı və müəyyən seçimlər də, yəni sizin aranızda seçiləcək, yəni bir şəxslər və onlara sırf endirimli müəyyən təlimlər təqdim olunacaq. Burada belə deyək ki, sırf birinci bu prezentasiyamız dediyim kimi sırf başlanğıcdır, müasir texnologiyaların, yəni ümumi analizini biz burada etməyə çalışacağıq. Bundan başqa belə deyək, sırf sonda biz diskusiyalarda eləyəcəyik. Sizin nəsə ümumiyyətlə başqa bir suallarınız varsa, yəni bu danışacağım bölümlərlə bağlı, onları da müzakirə edib sizi tam cavablandırmağa çalışacağım. Bir də burada iştirak edənlərin ad, soyadını yazmaq, indi ortada bir dənə qeyd edəcəyik. Biz bir rəqəmləyəcəyik onları, ola bilər ki, onlarla bağlı bir nələrsə keçirək və random xüsusi proqram özü seçəcək ki, filan nömrəli iştirakçı qalib gəldi və ona müəyyən endirim kuponları və ya kurslar təklif edək. Digər seminarlarımızda da bunlar davam edəcək bu formada. Belə, indi mən prezentasiyama başlayacağım. Bir dənə orada dəyişiklik aparım, bir dəqiqə. Deməli, biz Bakı IT Akademi Tədris və Təcrübə Mərkəzi olaraq tədrisimizi əsasən sırf praktik tədris üzərində aparırıq. Yəni dərslər həm
nəzəri hissədən, həm də praktik hissədən ibarət olur. Yəni tələbələr dərsi öyrəndikcə həm də onun praktikasını keçirirlər. Yəni burada əsas məqsəd odur ki, tələbə sırf kursu bitirəndən sonra o işə atılmağa hazır bir mütəxəssis olsun. Yəni onun praktikaya və digər bir yerdə işləməyə, nəyəsə ehtiyacı qalmasın. Yəni artıq kursu bitirən kimi işləməyə hazır mütəxəssis olsun. Bəzi məktəblər, bəzi kurslar və ya universitet səviyyəsində düşünsək, bəzən bitirdikdən sonra yenə bizim biliyimiz tam olmur, məsələ etməyimiz lazım gəlir. Amma burada əsas məqsəd odur ki, siz kursu bitirdikdə artıq bu sahə üzrə tam mükəmməl bir şəxs olmuş olasınız. Burada indi belə deyək ki, problem düyməsini basaq. Dayanaq. Deməli, biz indi IT, informasiya texnologiyaları sahəsindən biraz danışacağıq. İnformasiya texnologiyaları deyəndə biz nə başa düşürük və IT-nin bu dəqiqə hər sahəyə tətbiqi davam edir və istənilən sahədə IT artıq ora nüfuz edir və orada istifadə olunur. İnformasiya texnologiyaları dedikdə ilk növbədə biz hər şeyin kompüterlə idarə olunması, proqramlarla idarə olunması başa düşürük. Biraz adi misallar çəkəcəm sizin başa düşməyiniz üçün informasiya texnologiyaları, IT-nin nə olduğunu. Əslində IT dedikdə çox olan proqramlaşdırma, digər bir şeylər başa düşür, amma IT əslində bütün sahələrə tətbiq olunma gedir. Təkcə proqramlaşdırma və digər hissələr deyil. Burada belə deyək ki, IT biz dedikdə birinci növbədə sırf IT-nin yaranması üçün burada kompüterin olması əsas şərtdir. Kompüter olmalıdır, avadanlıq olmalıdır. Misal üçün biz market düşünək. Bir marketdə biz gedib alış-veriş edirik. Lap əvvəllər biz marketi düşünsəydik, marketdə alış-veriş zamanı əslində uzun növbələr yaranırdı və hər hansı bir məhsulu biz aldıqda bizi daha gec yola sala bilirdilər. Uzun növbələr və ya dəftərdə baxırlar ki, hansı şeyin qiyməti neçədir və uzun bir proses çəkirdi. Amma bugün biz hansı marketdən alış-veriş zamanı biz daha tez yola salınırıq. Bu IT-nin bu sahəyə tətbiqi ilə baş verir. Biz gördüyünüz kimi marketə yaxınlaşırıq, orada xüsusi barkod oxuyucu, malın barkodunu oxuyur və həmin malları tez-tez oxuyaraq bir 50 adda biz məhsul almışıqsa, bizi demək olar ki, 3-4 dəqiqə ərzində yola sala bilirlər, daha tez. Amma təsəvvür edin ki, bu formada olmasaydı, biz uzun növbələrlə o malların neçə qiyməti olduğunu hansısa bir dəftərdən baxmalıydılar və onun neçə ədəd olduğunu saymalıydılar və hesablamalıydırlar və uzun bir proses növbələr yarana bilər. Amma IT bu növbə problemin və işin daha dəqiq yerinə yetirilməsini təmin edir və aradan qaldırır. Burada belə deyək, IT-nin yaranması üçün birinci növbədə həmin o marketdə kompüter, avadanlıq var birinci növbədə. Yəni, kompüter olmasa, IT də yoxdur, birinci növbədə kompüter var. İkinci növbədə bu kompüterin içərisində hansısa bir əməliyyat sistemi var. Məsələn, Windows əməliyyat sistemi işlədir hal-hazırda və ya deyək ki, marketin işləməsi üçün lazım olan bir proqram təminatı var. Məsələn, marketdə məhsulun tutaq ki, yaxınlaşdırdıqda barkod skanerə həmin məhsulun hansı qiymətə olduğunu avtomatik özü sistem bizə bildirir və orada həm də bizim qazancımızı hesablayır market sahibinin və neçə maldan neçə dənə satdığını qeydə alır belə formada. Deməli, ikinci növbədə proqram təminatı var ki, həmin məhsulu biz o proqram vasitəsilə satış edə bilirik. Və burada üçüncü cəhət şəbəkə var. Yəni, marketin kompüterləri arasında, məsələn, biz marketdən çoxlu bir şeylər aldığında, orada çoxlu kassalar görə bilirik ki, yəni birinci kassada satış olur, ikinci kassada. Onlar ümumi bir bazaya bağlanırlar və oradan malları satış edirlər. Və bu bazada şəbəkə vasitəsilə bir-birinə bağlıdır, yəni internet şəbəkəsi və ya lokal şəbəkə vasitəsilə. Yəni, burada IT-ni yaradan kompüter, proqram təminatı və şəbəkə rol oynayır. Bunlar burada adları qeyd olunur. Burada gördüyümüz hardware IT-nin texniki tərəfi sayılır. Yəni, hardware vasitəsilə elə bilin ki, kompüter qurğusu, hansısa bir avadanlıqlar, bunlar hardware bölməsinə aid sayılır.
Software isə proqram təminat hissəsi sayılır. Yəni orada hansısa bir proqram olmalıdır ki, biz hansısa bir işi orada həyata keçirə bilək. Yəni software vacib bir hissə sayılır burada. Üçüncü isə network, şəbəkə təminatıdır. Bu kompüterlərin bir-birinə əlaqələnməsi və internetin olması IT-ni yaradan üçüncü hissələrdən biridir. Yəni burada belə deyə bilərik ki, IT-ni yaradan üç sahə burada birləşir. Bunlardan biri hardware-dır, biri software-dır, biri isə network sahəsidir. Yəni bunlar birləşərək hardware-nı, yəni sırf IT-ni yaradan, yəni bu üçüdür, yəni belə deyək. Bundan başqa mən başa düşmək üçün bir də başqa bir misal deyim. Yəni IT-nin nə olduğunu siz bir də anlayasınız. Biz getdik marketdən başqa deyək ki, bir restoran sistemi var. Məsələn, McDonald's kimi bir restoran. Əvvəllər düzdür, Azərbaycanda indi də qalmaqdadır. Restoran sistemi, biz məsələn, afisiyanta nəsə sifariş edirik və afisiyant gedir həmin sifarişə uyğun olaraq bizə sifarişi gətirir. Burada adi restoran, yəni köhnə bir sistem belə formada idi və burada həmin o, deyək ki, afisiyant səhv də elə bilərdi və ya deyək, hansısa bizim istədiyimiz bir şeyi, yəni normal porsiyada gətirməyə bilərdi və ya yəni, çox səhvlər baş verə bilərdi və ya pulu səhv deyə bilərdi, çox deyə bilərdi. Amma bugün biz restoran sistemində daxil oluruq, hansısa bir sifarişimizi veririk və xüsusi barkod, yəni orada ya oxuyucu ilə oxunur və ya xüsusi keeper deyilən aparat var. Orada biz sifarişi vururlar və avtomatik sifariş verilən kimi nə baş verir əslində? Bir dənə çek mətbəxdə çıxır və mətbəxdə artıq sizin sifarişi çekə uyğun adnosda hazırlamağa başlayır. Və bir çekdə ola bilər siz əvvəldən pul ödəyirsinizsə sizə təqdim olunur və ya ola bilər elə bir restorandır ki, siz sifarişi yəni afisiyanta verirsiniz, o sifarişi qəbul edir, sistemə vurur və avtomatik çek biri mətbəxdə çıxır, biri isə belə deyək, kassada çıxır, qalır əlli çek orada. Və siz sifarişi verdikdən sonra avtomatik sizin sifariş dəqiq olaraq yəni yerinə getirilir və artıq yəni orada baxan afisiyant gəlib demir ki, filan stol, filan bir şeyi sifariş elədi və ya orada uzun növbələr yaranmır. İlk sifariş edənlərin sifarişləri daha tez hazırlanır, növbətlər ondan sonra hazırlanır və növbə sistemində də heç bir problem olmur. Burada da belə deyək ki, bu IT-nin restoran sisteminə tətbiqidir. Yəni, burada da yenə birinci dediyimiz kimi o avadanlığın olması, kompüterin olması və biz sifarişi verə biləcəyimiz hissəsi IT-nin hardware hissəsi sayılır. Yəni, biz texniki qurğunun olması vacibdir. Çek printerə çıxır, nələrsə çıxır, bunlar da əslində hardware sayılır, yəni qurğu olaraq hardware adlanır. Software proqram təminatıdır. Kimsə restoranın istəyinə uyğun olaraq ora restoranın proqramını düzəldir. Yəni həmin proqram restoranda sifarişləri qəbul edir və dediyimiz kimi o mətbəxdə məsələn çap olunur, çek ona uyğun yığırlar. Yəni belə bir sistemi kimsə proqramist düzəldir. Və üçüncü burada cəhət isə network, şəbəkə olur ki, burada məsələn mətbəxdəki kompüter, bu həmin o sifariş verdiyimiz kompüter, kassadakı kompüter hamısı bir-birinə əlaqələnib şəbəkə vasitəsilə bir-birinə bağlıdır. Və ya deyək ki, qlobal şəbəkədə isə ola bilər ki, sırf həmin restoranlar şəbəkəsinin bir restoran deyək, bu rayondadır, bir restoran başqa yerdədir, biri başqa yerdədir. Onları bir-birinə şəbəkə vasitəsilə əlaqələndirir və məsələn, ümumi restoran şəbəkəsinin müdürü sonda baxa bilir ki, yəni hansı qazanclar qazandı ümumilikdə, yəni bu formada. Bu məsələn, McDonald's ola bilər, ya KFC ola bilər, yəni ümumi baxmaq istəyir ki, sonda mən nə qədər qazanc etdim bu şeydən, buna da baxa bilir. Yəni, IT sahəsi bu günləri klinikalara, tibb sahələrinə, məsələn, klinikada xəstələrin tutaq ki, hansı analizlər verib, avtomatik gələn kimi elə bir əvvəl xəstənin anketi olurdu, anketdə baxılırdı ki, bu nə işlər, yəni bunda nə analizlər verilir, nə iş görülür. Yəni, amma indi avtomatik kompüterdə xəstənin bütün məlumatları çıxa bilir. Və ya deyək, otel sistemi ola bilər, hansısa biz rezervasiya edirik, hansısa bir nömrə, avtomatik baxa bilirlər ki, hansı nömrə haçan çıxacaq, haçan, yəni, belə deyək, onun elə bilim bitəcək rezervasiyası. Yəni, bunların hamısına da, yəni, IT-nin tibb sahəsinə, deyək, sırf otel sahəsinə, fərqli yerlərə, yəni, tətbiqi burada baş verir. Və siz bu pandemiya dövründə və digər müəyyən dövrlərdə gördünüz ki, Teams proqramı və digər proqramlarla təhsilə də
artıq IT, yəni onlayn təhsilə də təsir etdi. Artıq təhsili də yəni IT vasitəsilə idarə olunma bilir, yəni bu formada. Bu yəni IT fərqli bölmələrə yəni bu formada tətbiq olunma davam edir ki. Hal-hazırda hətta belə deyək də əməliyyatlar belə, yəni tibbi əməliyyatlar belə onlayn formada həyata keçirilə bilir. Məsələn, ola bilir ki, bir həkim Amerikadadır, amma bir həkim, bir xəstə deyək, Avropadadır. Həkim onlayn əməliyyat vasitəsilə, xüsusi aparat vasitəsilə xəstənin tutaq ki, ürəyi 3D formada həkimin yanında görünür. Həkim Amerikada əməliyyat edir, amma internetlə Avropada xəstəyə tətbiq olunabilir. Yəni bu formada IT-nin bütün sahələrə tətbiqi yəni hal-hazırda həyatımızda baş verir. Burada indi bizim dediyimiz bu qollar, hardware, software, network qolların biz biraz belə deyək, öyrənmə cəhətdən açsaq, yəni IT sahəsinə biz giriş eləmək istəyirik. Bunlar IT-nin qolları oldu. Yəni IT-nin hardware texniki qolu sayılır, software proqram təminatı qolu sayılır və network şəbəkə təminatı qolu sayılır. Bunların içərisinə daxil olsaq ki, biz hansı bölümü öyrənək, bunlar necə ayırd edə bilərik, bunları burada biraz aydınlaşdırmağa çalışacağıq. Belə deyək ki, burada, ya orada probel basaq. Söz dayanaq. Burada belə deyək ki, ekran görmək üçün istəsəz belə də əyləşə bilərsiniz. Burada belə deyək ki, hardware biz bölümünə əgər daxil olmaq istəyirsə, əgər bizə texniki tərəf maraqlıdırsa kompüterin və IT sahəsinin, o zaman hardware-nın qolları olaraq biz əsas olaraq birinci növbədə helpdesk qolundan başlamamız lazımdır. Bu IT texniki dəstək sayılır. Bu kurs haqqında mənim ayrıca da seminarım olacaq burada. Yəni burada dediyim kimi ümumi seminarlar haqqında mən məlumat verirəm. Əslində helpdesk bölümü fərqli, yəni burada içərisində bölümlər var. Məsələn, deyək ki, kompüterin format olunması, kompüterin sıfırdan yığılması, yəni kompüterin daxili detalları, sonra belə deyək ki, kompüterin Windows-unda və ya texniki olan problemlərinin aradan qaldırılması, bunlar əslində helpdesk bölməsinin işidir. Yəni, hər hansı bir ofisdə helpdesk mütəxəssisi olur. O mütəxəssis yəni bu problemləri aradan qaldıra bilən şəxsdir, yəni helpdesk. Bu IT belə deyək, texniki dəstək dedikdə, yəni bunu başa düşürük. IT engineer biraz ondan daha yüksək sayılır. IT engineer artıq bəzi digər problemləri də aradan qaldıra bilir, həll edə bilir və ya IT direktor kimi çalışa bilir və biraz daha böyük proqrama malikdir. Bu proqramlar barədə əslində geniş mən öz bölümümə aiddir bunlar. Bunları sizə ayrıca danışacağım. Elektronika isə biraz deyək ki, fərqli sahədir. Burada hər hansı bir platanın üzərində olan mikrosxemləri təmir etmək, onları bərpa etmək, payka deyirlər, payka etmək, bu tipli şeylər elektronika bölməsindədir. Əgər sizə IT-nin, yəni hardware, texniki tərəfi maraqlı olsa, siz onda bu sahələrdən olan hansısa kurs bölümlərinə gələcəkdə qatıla bilərsiniz. Bundan sonraki bölüm isə deyək ki, burada deməli hansı bölüm olacaq. Bu software bölməsidir. Software bölməsi əslində proqramlarla bağlı olan bölmədir. Biz dedik ki, software proqram təminatı deməkdir. Burada mən fərqli proqramların adlarını qeyd etmişəm sizin üçün. Office proqramları ən sadə proqramlardır ki, hansı ki bunları sizin bilməyiniz lazımdır proqram tərəfdən. Burada əslində Windows-dan, Windows əməliyyat sistemindən istifadə, Word proqramı, Excel proqramı, PowerPoint proqramı bunlardan istifadə edir. Mühasibatlıq satış proqramları var. Bunlar müəyyən qədər fərqli proqramlardır. Birinci növbədə bu marketdə, həmin o belə deyək, restoranda və ya hansı ofislərdə işlənən proqramlar mühasibatlıq proqramları adlanır. Yəni mühasib işləri görülür orada. Satış proqramları, yəni sırf marketlərdə işlənən proqramdır. Bunun üzrə çoxlu sayda proqramlar var. Məsələn, BS proqramı mühasibatlıq üzrə əsas istifadə olunan proqram təminatlarından biridir. Bundan başqa data analitika yazılır. Bu bölüm üzrə də siz maraqlı olsanız data analitika bölümünə qatıla bilərsiniz. Data analitika əslində verilənlər bazası sayılır. Bu hər hansı şirkətin
bütün belə deyək də hesabatların aparan bir şəxsdir. Yəni şirkətin yəni hər sahəsi üzrə hansı hesabatlar baş verir, nələr baş verir, nədən neçə dənə tutaq ki, satılır, əgər mağazadsa bu, ya nə qədər tələbə qəbul olunub, nə qədər tələbə tutaq ki, qəbul olunmayıb, tutaq ki, nəyəsə, hansı bir kursdursa, yəni bu tipli data analizi aparılır və ya satışlar necə formada gedir. Bu data analitika əslində bizim ölkədə biraz təzə sahələrdən biri sayılır, amma yəni normalda böyük şirkətlərə çox lazımlı bir belə bir bölümdür. Çünki onlar data analizi vasitəsilə bilirlər ki, onların şirkətləri irəliləyişə doğru gedir, yoxsa uçuruma doğru gedir, yoxsa necə bir formada. Digər bölmə dizayn proqramları görürük. Dizayn proqramları isə hər hansı bir dizayn işi görmək üçün proqramlardır. Dizayn proqramları dedikdə biz belə deyək də, məsələn, şəklin dizaynı var. Məsələn, adi bu, tutaq ki, gördüyünüz burada posterlərin düzəldilməsi var. Bunlar əslində 2D dizayn sayılır, müstəvi üzərində dizayndır. Bu dizayn proqramları var bunları öyrənmək üçün. Burada əsas proqram Photoshop və CorelDRAW sayılır və Adobe Illustrator'dan bəngədə istifadə olunur. Bu yəni ki, bunun da öz ideyası olmalıdır adamı, yəni bu formada nəyi necə qoysun, necə düzəltsin, yəni o müstəvi üzərində olan dizayn. Dizaynerin digər forması isə 3D elə bir dizayndır. 3D nə deməkdir? Bu 3D, yəni ingiliscədə deyirik adətən termin olaraq. Elə bilin ki, hər hansı bir, tutaq ki, bu otağın dizaynını kimsə düzəldir, yəni bu formada. Əvvəl dizaynı yəni yığırlar, sonra dizayn əgər xoş gəlsə həmin adama, sonra başlayır o formada buranı remont edir. Elə bilin ki, ilkin növbədə həmin otağın 3D dizaynı yığılır. Yəni, sırf ki, usta belə deyək də, oturduğu yerdə durub belə bir şey düzəltmir də, yəni dizaynı, layihə əslində təsdiqlənir. Düzdür, biz biraz 30-40 il əvvələ geçsək, təbii ki, bu rəssam bunu kağızda cizirdi, yəni belə bir şey olacaq və ona oxşadıq nəsə çəkildilərsə. Amma bugün 3D dizayn sayəsində bu otağın hər nöqtəsi dəqiq, yəni ölçülərlə ölçülür və elə bilin ki, usta da o ölçülərə əsasən quranlıyır belə formada. Və ya deyək ki, bunun da iki forması var. Bir var interyer dizaynı, yəni otağın iç dizaynı, bir var çöl dizaynı, yəni çöldən də eksteryer dizaynı adlanır. Yəni çöldən də yığılması, bu da ayrıca bir dizayn bölümü kimi sayıla bilər. Bundan başqa belə deyək ki, əslində otaqda olan müəyyən şeylərin ölçüləri, tutaq ki, qapı harada olsun, tok sistemi harada qoyulsun, tutaq ki, adi rozetkalar harada olsun. Yəni bunların hamısı yığılan isə, xüsusi AutoCAD adlı proqram var, layihə rəhbəri olur, o yığılır, yəni layihə əvvəl orada yığılır, sonra onun 3D dizaynı yığılır bu formada. Elə bir dizayn proqramları da bir ayrı sahədir. Əgər sizin marağınız dizaynıdırsa, bu 2D və ya 3D dizayn bölümlərindən seçib irəliləyə bilərsiniz. Bundan başqa əslində burada bizim kursda belə bir bölmə də var. Bu 3D zərgərliyidir, yəni qızıl məlumatların dizaynıdır. Çünki elə bilin ki, əvvəllər qızıl dizaynın sırf əldə yığılırlarsa, indi artıq o da kompüterdə yığılır və sonra xüsusi qəliblərə tökülərək qızıl halına gəlir bu formada. Normalda belə deyək ki, xaricdə hansı gördüyümüz bahalı bir qızılı bu formada həll etmək mümkündür, oxşarını düzəldib ortaya gətirə bilərlər bu formada. Deməli, bundan başqa belə deyək ki, video montaj proqramları var. Hər hansı bir videonu montaj etmək üçün, məsələn, bu hansısa bir toy videosu da ola bilər, ya hansısa bir deyək ki, kinodur, ya hansısa bir şeydir. Bunların hamısı əslində video montaj dizaynlarında həll olunur. Yəni, bunun üçün də xüsusi proqramlar var. Ən aktual proqramlardan biri Adobe Premiere-dir. Əgər siz özünüzü video montajda görürsünüzsə, siz bu formada video montajla bağlı, dizayn bölümləri ilə məşğul ola bilərsiniz. Burada həm də belə deyim ki, video montaj biz dedikdə, burada həm də bugün daha çox aktual olan Instagramda reelslərin çəkilişi və ya TikTok və ya digər YouTube videoların çəkilişi və montajı da bura aiddir. Bilirsiniz ki, hansısa bir qeyri-adi video var ki, orada qeyri-adi montaj olur. Buyurun.
Aha, bəli, After Effects-də aiddir, amma daha professional deməli Adobe Premiere sayılır, amma After Effects-də bəli, bu üzrədir, yəni o formada istifadə olunur, proqramlara daxil. Amma sırf professional Adobe Premiere sayılır. Proqramlaşdırmaya gəlincə, burada əsas məsələ nədir? Proqramlaşdırma, deməli, fərqli qolları var proqramlaşdırmanın. Burada web proqramlaşdırma var. Məsələn, web proqramlaşdırma web saytların düzəldilməsinə bağlı mütəxəssisdir. Yəni, hansısa bir web sayt görürük, sayta daxil oluruq, həmin saytı düzəldən şəxs web proqramçıdır. Bu proqramlaşdırmanın bir qolu sayıla bilər. Burada daha çox bəlkə də eşitdiyiniz front-end və back-end adlanan bölümlər var. Front-end, deməli, proqramlaşdırmada saytın üst dizaynını yığan şəxsdir. Back-end isə arxa dizayn hissəsini yaradan. Arxa dizayn nəyə deyirlər? Back-end. Yəni biz tutaq ki, hansısa bir sayta giririk, nəsə yazırıq orada ki, tutaq ki, bir maşın saytına girmişik, seçirik ki, maşının ili belə olsun, filan throwbackdə olsun, filan bir şeydə olsun. Bunları seçirik. Bunu düzəldən, kodlaşdıran şəxs back-end proqramçıdır. Yəni bu web saytların hazırlanmasında istifadə olunur proqramlaşdırma. Digər bir məsələ, sırf proqramlaşdırmanın bir fərqli qolunda deyə bilərik ki, məsələn, mobil proqramlaşdırma var. Bu, mobil telefon üçün proqramlaşdırmadır. Yəni, mobil proqramlaşdırma biz görürük ki, telefonlarda indi daha çox applicationlar yayılır. Məsələn, hansısa bir bankların proqramları, hansısa bir fərqli proqramlar. Yəni, bu proqramları mobil proqramçı düzəldir. Bundan başqa, kompüterin özü içində proqramlar düzəltmək olar. Kompüterin özü üçün düzəldilən proqramlar nə ilə bağlıdır? Kompüterin özü üçün düzəltdiyimiz proqramlaşdırma formaları, məsələn, kompüter üçün bir market proqramı düzəldirik. Ya deyək ki, hansısa bir, tutaq ki, aptekdə dərmanların satışına bağlı bir proqram düzəldirik. Və ya hansısa bir proqram düzəldirik ki, tutaq ki, şlaqbam var, maşının nömrəsini görəndə açılır şlaqbamı və maşın keçir. Yəni, bunu kimsə kodlaşdırır, proqram düzəldir. Və ya dediyimiz restoran üçün bir proqram düzəldirik. Bunlar proqramlaşdırmanın, belə deyək, desktop application adlanır, yəni kompüter üçün olan proqramdır. Web-sayt elə bir sayt üçündür, amma bu kompüterə yazılan proqram sayıdır. Bundan başqa, bu proqramlaşdırmanın qolları ümumiyyətlə çoxdur. Burada əsasən C dilidir, Python'dır, Java proqramlaşdırma dilidir. Bunların üzərində daha çox işlənilir. Amma fərqli, belə deyək, başqa proqramlaşdırma dilləri də əslində var. Keçək digər bölümümüz Network. IT-ni yaradan 3-cü bölüm Network bölümünə. Deməli, burada belə deyək ki, digər məsələ onunla bağlı olacaq ki, Network bölümü IT-ni yaradan 3-cü bölümlərdən biri sayılır. Yəni, IT-ni qollarından biri də bu sayılır. Burada siz əgər görsəz, Network-ın əsas bölümlərini qeyd etmişəm. Deməli, birinci belə deyək ki, şəbəkə inzibatçısı adlanan bölüm var. Şəbəkə inzibatçısı şəbəkənin texniki strukturunu quran şəxsdir. Yəni, switchlərdir, modemlərdir, routerlardır, kabellərin çəkilməsidir. Məsələn, bu binada tutaq ki, şəbəkə sistemi qurulur, divarlarda LAN portlar var və ümumi bir server otağı var, bütün kompüterlər tutaq ki, serverə qoşulur. Yəni, bunu düzəldən şəxs və quran şəxs şəbəkə inzibatçısı sayılır. Biraz hardware yönümlüdür, yəni texniki tərəfləri də var. Amma şəbəkə inzibatçısında şəbəkənin qurulma strukturları var, təhlükəsizliyi nəzərə almalıdır, çox şeylər nəzərə almalıdır. Ona görə bu şəxs, belə deyək ki, yəni sırf sistemi qurduqda lazımlı bir şəxsdir. İkinci, burada sistem inzibatçısı qeyd olunur. Sistem inzibatçısı, sistem administrator deyə bilərik. Bu nə iş görür? Deməli, şirkətlərin, indi bilmirəm, burada var bu yoxsa yox. Normalda bankların, böyük idarələrin baş kompütürü, serveri var və server idarədə baş kompütür sayılır və bütün digər kompüterlər şəbəkə vasitəsilə həmin serverə bağlanırlar. Yəni, sabah, məsələn, bu sizdə olan, tutaq ki, bizim burada olan kompüterdən kimsə nəsə götürmək istəsə, oğramaq istəsə, ya bu kompütürü buradan götürsə, bunun içində heç bir informasiya saxlanmır. Hər şey şəbəkə vasitəsilə serverin içərisində saxlanır.
Məsələn, bankda tutaq ki, bank işçiləri var. Onların bütün kompüterlərindəki məlumatlar şəbəkə vasitəsilə serverin içərisində saxlanır və server özü də təhlükəsizlik cəhətdən qorunur. Yəni ona hücumlar oluna bilər, şirkətin, məsələn, adi işçinin kompüterindən kimsə hücum edib, şirkətin sənədlərini müdaxilə edə bilər, nəsə edə bilər. Amma bunlar hamısı serverdə saxlandığına görə server tam təhlükəsizliyi təmin edir və kimsə, yəni işçinin kompüteri ilə serverə nəsə bir şey edə bilmir, yəni bu formada. Əgər server olmasaydı, yəni hələ azad fəaliyyət göstərsəydi, bu biraz təhlükəlilər, yəni burada işlər baş verə bilər. Tutaq ki, mühasibin kompüterinə kimsə nəsə edərdi, ya digər kompüterlara. Burada belə deyək ki, sistem inzibatçısı həmin o, yəni baş kompüteri idarə edən şəxs sayılır, yəni serveri. Oradan, məsələn, işçilərə müəyyən məhdudiyyətlər qoyur. Məsələn, tutaq ki, qoya bilər ki, bu işçilər, nə bilim, YouTube kimi hansısa sosial şəbəkələri aça bilməsin işdə və ya hansısa bir bölümlərə daxil ola bilməsin və ya nələri eləyə bilsin və ya hansı kompüterləri görsün, hansı işçilərin kompüterləri görsün və ya məsələn kompüteri hətta hansı vaxtlar yandıra bilsin, parolunu dəyişə bilər. Yəni işçilər üçün elə bilin ki, sanki bu işçinin burada kompüteri biraz mənalı bir şey deyil, əsas onun serverdəki yeridir. Yəni serverdə onun üçün otaq düzəldilir. Burada istəyir bu kompüterlə otağına qoşulub iş görə bilər, istəyir başqa kompüterlə də qoşulub o serverdə işin davam edə bilər. Yəni sanki sizin mail adresiniz var, mail adresinizə istənilən yerdən yəni qoşula bilirsiniz, bu da o formadır. Sistem inzibatçısı, yəni Windows server əməliyyat sistemi idarə edən şəxsdir və bu da əslində şirkətlərdə normal əməliyyatda ala bilən bir mütəxəssis sayılır. Şəbəkə təhlükəsizliyi bölməsi də bu networkdə ayrıca bölmə sayılır. Və burada belə deyək ki, şəbəkə təhlükəsizliyin əsas cəhəti ondan ibarətdir ki, yəni sırf bu həmin serverdə və şəbəkədə kimsə məsələn şirkətə hücum edərək, orada məsələn tutaq ki, bu bank ola bilər, bankda onda bütün bizim məlumatlar saxlanır, ödənişlər saxlanır. O adam bankın şəbəkəsinə hücum edib, bütün hesabları özünə keçirlər, ya nəsə belə deyək də, kiminsə hesabından pul silər, nəsə edər. Şəbəkə təhlükəsizliyi, yəni şəbəkənin sırf qorunması üçün nəzərdə tutulur. Yəni burada əsas məsələ ona bağlıdır ki, yəni təhlükəsizliyin əsas, yəni qorunma işinə sırf şəbəkə təhlükəsizliyi mütəxəssisi baxır və təbii ki, o da şəbəkə inzibatçısı bölümü və sistem inzibatçısı bölümünü normal formada bilməyi lazımdır. Bundan başqa biz belə deyək ki, bulut həllər nə ilə bağlı olacaq? Bulut həllər DevOps əslində burada adlandırılır. Bulut həllər yəni onunla bağlıdır ki, yəni biz informasiyamızı serverdə saxladığımız halda, fiziki olaraq serverdə, burada biraz təhlükəlilik məsələləri var. Yəni məsələlər nə ilə bağlıdır? Yəni sırf elə bilin ki, kimsə gəlib fiziki olaraq bizim şəbəkəmizə müdaxilə edə bilər. Məsələn, serverə kimsə yaxınlaşır. Əslində, normalda şirkətdə server otağı bağlı şəraitdə olur. Ora kimsə daxil olmasına icazə yoxdur. Amma belə deyək ki, ora kimsə daxil ola bilər və nəsə hücum edə bilərsə şirkətə, oradan şirkətin serverini nəsə dağıda bilər və ya serverin bütün yaddaşını götürə bilər özünə. Ona görə bu təhlükəsizlikləri aradan qaldırmaq üçün bulut həllərindən istifadə olunur. Bulut həllər nədir? Yəni biz artıq serverimizi real serverdə yox, cloud deyilən texnologiyada bulutda yaradırıq. Yəni internetdə biz üçün yer ayrılır. Biz serverimizi məhz orada saxlamış oluruq. Yəni real kompüter deyil. Məsələn, bunu təqdim edən şirkətlərdən biri Microsoftdur. Microsoftun Azure sistemi var. O bizə deyir ki, mən sənə elə bir öz şirkətində yer verirəm, yəni bulut deyirlər ona, cloud deyirlər və sən bütün serveri, şirkətin hər şeyi məndə saxla və mən onun təhlükəsizliyini də təmin edirəm, yəni yüksək səviyyədə. Artıq kimsə ora hücum edə bilməz və təhlükəsizlik tam yüksək səviyyədə qoyulur. Artıq yavaş-yavaş yəni fiziki formalardan bulut həllərə keçirilir. İndi bilmirəm kimsə Drive, ümumiyyətlə cloud işlədə bilir yoxsa yox burada. Məsələn, siz hansı bir informasiyanızı bir var harasa aparmaq üçün flash kartda aparırsınız, bir var
Google Drive və ya digər cloud sistemlərin içərisində də yəni harasa daşıya bilərsiniz. Yəni bu da o tipli bir şey oxşayır. Elə bilin ki, normalda biz real bir kompüterdə yox, internetdə xüsusi qorunmuş bir yerdə bütün adamların məlumatlarını saxlayırıq. Bu üzrə də mütəxəssis, yəni yüksək mütəxəssislik gələcək əslində buna doğru gedir. Yəni belə deyim. IP telefoniya bölməsindən danışsaq, bu da şəbəkənin digər qollarından biri sayıla bilər. IP telefoniya deyəndə biz nə başa düşürük? Hansısa bir banka, hansısa şirkətə zəng etdikdə orada belə bir şeylər eşidə bilərik. Yəni deyir ki, filan bir bölüm üçün 1-i basın və ya 2-ni basın və ya 3-ü basın. Belə bir şey eşitmişik ki, bunu düzəldən şəxs, yəni IP telefoniya sayılır bu bölüm. Yəni bunu sistemi quran adam, yəni sırf IP telefoniya ilə məşğuldur. Burada əslində bir telefon olur, sadəcə bir telefon bütün şirkətdə, ofislərə belə deyək, yönlənir və bir zənglə biz istəniz lazımı mütəxəssisə yetişə bilirik daha tez. Demirik ki, bizi filan kəsi çağır, filan kəs lazımdır, yəni belə bir şeylər qeyd edilir. Bunlar şəbəkə, bu IT-nin 3 bölməsi olan, yəni hardware, software və network bölümləri oldu bunlar. İndi digər biz bölümümüzə keçid edək. Digər aktual sahələri mən burada qeyd etmişəm. Digər aktual sahələr hansılar sayılır? Burada fərqli bölümlərin adlarını görə bilərik. Birinci bölmə kiber təhlükəsizlik bölməsidir. Kiber təhlükəsizlik bugün hər şey internetlə artıq icra olunur, artıq biz bank kartları, nə bilim, sosial hesablar, hər bir şey internet üzəridir. Yəni kiber internet üzərindən gələn hücumları qoruyan bir şəxsdir. Yəni bizə internet üzərindən hücum olma bilər, bizim bank hesabımızı sıfırlaya bilər və digər məsələlər burada həllər baş verə bilər. Yəni bunlardan bizi qoruyan şəxs əslində kiber təhlükəsizlik mütəxəssisi sayılır. Yəni normalda bu adi adamı heç kim qorumayacaq. Adi adam gərək özü təhlükəsizliyi təmin edir. Amma böyük bir bankdır, böyük bir idarədir, böyük bir nazirlikdir və ya hansısa bir dövlət strukturudur. Həmin strukturlar sırf onlara bu mütəxəssis lazımdır. Çünki onların məlumatlarını kimsə əlinə keçirsə, bu onlar üçün böyük problem yaşadacaq. Ona görə kiber təhlükəsizlik mütəxəssisi həmin şirkətlərə vacib mütəxəssislərdən biridir. Digər süni intellekt biz deyirik. Siz zəhmət olmasa, olar ki, arxada oturasınız. Burada dərs baxın, maraqlı deyilsə, arxada oturun. Süni intellekt barədə biz burada danışaq. Süni intellekt nə ilə bağlı? Süni intellekt bugün çox yerdə biz eşidə bilərik. Süni intellekt çox sahələrə yavaş-yavaş tətbiq olunmağa gedir. Əvvəl IT bilirdik, hər sahəyə tətbiq olunur. Amma bugün artıq süni intellekt hər şeyə tətbiq olunmağa gedir. Süni intellekt dedikdə biz elə bilin ki, normalda adam hansısa bir işi icra edirsə. Amma bu dəfə xüsusi proqram təminatları, xüsusi kodlar hər şeyi özü icra edir. Məsələn, bugün biz hansısa bir süni intellekt texnologiyalarının ən çox tanınanlarından biri ChatGPT-ni biz misal göstərə bilərik. ChatGPT, məsələn, irəlidə Google axtarış sistemi üstələyəcək. Yəni, səbəb nədir? Əvvəl biz hansısa bir məlumatı axtardığımız zaman Google-a daxil olurdu və yazırıq, nəsə axtarırıq. Amma bugün yavaş-yavaş artıq dünyada buna keçilir, bizdə də nə vaxtsa bu artıq tam baş verəcək. Artıq hamı ChatGPT-də bunu edir. Yəni, ChatGPT-yə biz deyirik ki, mən belə bir şey eləmək istəyirəm. ChatGPT sənə variantlar verir. Oturub özün bir axtarmırsan nələrsə. Yəni, bu formadadır. Yəni, bu süni intellektin fərqli qolları var və fərqli sahələrə tətbiqi davam edə gedir. Məsələn, biz hansısa bir, deyək ki, əvvəllər tutaq ki, bir zavodda bir nəsə istehsal olunur. İstehsal olunduqca, tutaq ki, deyək, bu hansısa bir mineral sular istehsal edən bir zavoddur. Məsələn, zavodda bir işçi mineral sular etiketlənir, qapağı qoyulur, su vurulur. Bir onlara nəzarət edirdi ki, görün bunlar normal çıxdı mı oradan və sonra onları qablara yığırlar.
Amma bu gün, buyurun, sağınızda. ChatGPT hansı ölkədə yaranıb? O soruşdum. Yox, burada əslində çox şeylər Amerikanla bağlı yəni səslənir, yaradılma cəhəti. Amma normalda sırf birinci yəni yerdə gedir Amerika, ümumiyyətlə süni intellekt texnologiyası barədə. Amma belə deyək də, sırf 5-liyi, 6-lığı ancaq Amerika şirkətləri tutur. Bunlardan biri Katilotdur, bu da Microsoft'undur, bu da Amerika şirkətidir. Son olaraq bizim məsələn səhifədə də baxa bilsəz, bir İran nədənsə orada var. Amma son nəsə orada da nəsə bir zamanlama var. Yəni çoxsa yəni bütün yaranılan şeylərin çox əsasları Amerikanın bağlıdır. Burada belə deyək ki, süni intellektin məsələn adi bir dediyim su zavodunun, tutaq ki, mineral sular istehsal edən bir Sirat deyək bir zavodda. Tutaq ki, bir işçi sular gəldikcə ona nəzarət edirdi. Amma indi xüsusi kamera qoyulur və proqram yazılır. Süni intellekt özü baxır ki, hansısa suda bir problem olanda avtomatik sistemə işarə edir ki, bəs bu su düz yəni qablaşdırılmadı, ya nəsə oldu. Yəni da adi adamın gözlə baxmağına ehtiyac yoxdur. Bugün artıq maşınlar var, məsələn Tesla və digər maşınlarda bu yavaş-yavaş çıxmağa başlayır. Süni intellekt özü maşını idarə edə bilir. Yəni biz artıq maşını rulda oturmadan, yəni o yolun xətləri ilə, hətta Google Map-lə baxa bilir ki, tıxac var, qarşıda maşın var və idarə edə bilir. Bu da süni intellektin sayəsində yəni baş verir. Burada belə deyək. Digər bir cəhət robotexnika və maşın öyrənmə. Burada üçüncü qeyd edilmə əsas sahələrdən. Bunlar digər sahələrin sanki qolları kimi bir şeylərdir. Robotexnika dediyimiz əslində robot texnologiyalarına bağlıdır. İndi əslində gələcək robot texnologiyalara doğru gedir və hər şey demək olar ki, belə deyək, elektronlaşır və robot texnologiyalara düzəlir. Robot dedikdə biz təkcə belə sırf bir gəzən robot kimi yox, yəni digər bir şeyləri də nəzərdən düşünməliyik. Düzdür, artıq xaricdə hətta aksiyantlar, robotlar var. Yəni ki, sırf bizə gəlir, sifarişi götürür, gedir, yəni nəyisə gətirir, bizə verir. Yəni belə bir şeylər də var. Burada belə deyək ki, məsələn, robotexnikayla bağlı bir plata var, hansısa bir avadanlığın platası və biz kodlaşmayla bir proqram düzəldə bilərik ki, o plataya siqnal verilir. Məsələn, tutaq ki, bir adam keçid sistemi var. Biz məsələn metroda hardasa keçirik. Məsələn, həmin sistemi elə edə bilərik ki, üz tanınma sistemi olsun. Məsələn, bu adamlar üzünü görəndə o keçid açılsın, adamlar keçsin. Burada əslində kamera sistemi və xüsusi plata və xüsusi sistem bunu yaradır. Bunlar həm robotexnika, həm də maşın öyrənmə deyirlər, machine learning. Bunların süni intellektin də bunlara tətbiqi sayəsində ortalığa gələn bir şeylər sayılır. Gələcək bu texnologiyalara doğru da gedir. Bunlar da yəni IT-nin bir qolu sayıla bilər. Üstad elələr. Buyurun, buyurun. Əgər bu robotlar yarandıqca, sanalaşdıqca bir çox iş yoxa çıxacaq. Bəli. Robotlara keçir. Bu insanların passivləşməsinə nədir? Demək, Demək, insanlar passivləşməlidir. Məsələn, bir şey yaradılır, getdikcə insanlar tənbəlləşəcək. Bir 100 ildən sonra başlayacaq insanlar heç bir şey etmir. Yəni insanların rolu yox, burada hardasa belədir. Əslində normalda artıq IT çox sahələri adamların əlindən almağa başlayır. Yəni çox şeyləri öz edir. Passivləşmə əslində baş verəcək, amma yəqin ki, elə bir hal olacaq ki, insan da bundan da ötə bir şeylər düşünür etmək. Məsələn, kosmosa uçmaq, yəni Marsda yaşayış. Məsələn, bu daha da yüksəyə düşünməyə doğru gedəcək. Amma təbii ki, adi adamların passivləşməsinə bu səbəb ola bilər. Xaricdə, hətta məsələn, Amerikada, bəzi ölkələrdə artıq işsizlikdən bəzi, yəni o qədər, yəni çox fərqli problemlər, yəni adamlarla baş verir. Adamlar, yəni dəhşət ya köşəlmələr baş verir, passivliklər baş verir. Belə bir şeylər var. Amma biz yenə də IT-nin elə bir sahəsini seçməliyik ki, yəni seçimlərimiz zamanı gələcəkdə o sahə ölməyə doğru getməsin də, yəni yaşamağa doğru getsin və biz nəsə hərəkət edə bilək onun içərisində. Bu yaxınlarda təlimini keçmişdik. Əslən 43% bir saniyə insanların rolu, insanlara daxil olan işlər
robotlardan daha azdır. Robotların bu saniyə gördüyü işlər insanların gördüyü işlərdən daha çoxdur. Yox, burada necədir? Robot əslində adamdan daha dəqiqdir. Yəni robot dəqiq həyata keçirə bilir. Hansısa məsələn bir tapşırıq verilir ona, o dəqiq həyata keçirə bilir. Amma insan o qədər dəqiq olmaya bilər. Yəni insanlar fərqli ola bilər. Ya nəzərindən nəyisə qaçırda da bilər. Amma robotda belə bir şey baş vermir. Ona görə bəzi ölkələr, bəzi yerlər artıq adi məsələn biz istehsalat bir yerində avtomatlaşdırılmağa doğru gedir hər şey. Yəni insana biraz güvənmirlər də, elə bir ki, hansısa məhsulun istehsalında, ya hansısa bir şeyində. Yəni hər şey, yəni ona görə belə formada insan faktoru azalmağa doğru gedir. Amma düşünürəm ki, yəni tam olaraq hər şey robotların əlinə veriləcək və bu formada amma müəyyən qədər olur, amma bizim ölkəyə hələ biraz var dayanacaq. Hələ bizə Amma tamam. həm də belə bir şey var ki, məsələn, getdikcə robotda üstünlük sağlar, tüm insanların rolu sıfıra yaxınlaşır. Yox, azalacaq əslində düzdür. Gələcəkdə hətta belə bir nəzəriyyələr var ki, insan daha az olacaq, robotlar çox olacaq dünyada. Yəni belə bir nəzəriyyə də var əslində. Robotlar iş görür. Amma bilinmir bu necə olacaq, yəni necə davam edəcək. Digər bölümümüzə keçək. Köy mühəndisi qeyd olunub burada. Bu da aktual sahələrdən biridir. Köy mühəndis nədir? Köy mühəndis əslində bu belə deyək ki, tester adlanır həm də hansı bir proqramı düzəldəndən sonra o proqram necə işləyir, doğrudan mı işləyir, yəni hər şeyi qaydasındadır bu proqramın, bunu yoxlayan şəxs QA mühəndisdir. Yəni bir adam proqramı düzəldəndə onu satışa verirlər və ya işlətməyə verirlər. Ola bilər ki, onu 5 milyon adam işlədəcək. Yəni orada sırf onu test eləmək, yəni 1-2 adamın işi deyil. Yəni 5 milyon çünki adam işlədəndən sonra orada nəsə problemlər ortaya çıxa bilər. Ya telefonumuza belə görsənsə proqramı işləyirik, görürük ki, nəyindəsə problem var. Sonra biraz keçir, yenilənmə gəlir, yeniləyirik, ondan sonra düzəlir həmin problem. Yəni bu da QA mühəndis əslində proqram istehsalat çıxmamışdan onu yoxlayır və onun problemlərini deyə bilən bir şəxsdir. Bu təkcə proqram olmaya bilər, sayt da ola bilər. Məsələn, adi saytda görürsünüz ki, bir error var, hansısa bir müştəri və ya hansısa bir adam bizə yazır ki, filan saytımızın filan yerində problem var. Əslində bu gülünc biraz şeydir, yəni o adam onu deməməliydi, onu biz özümüz əslində düzəldib təqdim etməliydik. Sırf yəni QA mühəndis bu işlə məşğul olan şəxsdir. Bunun mühəndisə əslində ehtiyac var bizim ölkədə, yəni bu iş sahələrində də yəni tələbat var. Bu mobil proqramlaşdırmada ola bilər, saytda ola bilər. SMM adı eşitmişik, yəqin sosial media marketing ilə bir bölümdür. SMM bugün Azərbaycanda aktuallaşan sahələrdən biridir. Bu da belə deyək ki, hardasa bir 10 il əvvələ geçsək, biraz o dərəcədə aktiv deyildi, amma bugün SMM mütəxəssisi çox yerə lazımdır. SMM nə iş görür? Yəqin ki, bunu az çox bilirsiniz. Yəni, hər hansı bir səhifədir, Instagram səhifəsi və ya digər səhifələr, onlarda paylaşımları edir və ya ödənişli reklamlar qoyur. Bugün Instagramda Meta vasitəsilə reklamlar qoymaq olur, ödənişli. Və normalda bu adam əslində marketing biliyi olmalıdır. Bilməlidir ki, məsələn, bu tipli reklamları mən kimin qabağına çıxartsam, onlar bunu görər və nəsə bundan nəticə çıxarır. Normalda hal-hazırda sosial şəbəkələr, hətta WhatsApp, digər sosial şəbəkələr normalda bizim datalarımızı, informasiyalarımızı götürməklə və satmaqla məşğuldur. Əslində biz bunu normalda üzdə görmürük və realda bunu çox da təsdiqləmir. Normalda siz adətən görə bilərsiniz ki, siz hansısa bir telefonla maraqlanırsınız və sonra görürsünüz ki, sosial şəbəkəyə girəndə həmin telefon sizin qabağınızda telefon elanları çıxırdır. Və ya danışırsınız kimlərsə, görürsünüz ki, həmin şeylər telefonda görməyə başlayırsınız olar. Ya internetdə görürsünüz, hansısa bir sayta girirsiniz, ancaq o tipli reklamlar gəlir qarşınıza. Burada əslində necədir? Biz kiminləsə WhatsAppda danışdığımız zaman və ya Instagramda danışdığımız zaman bizim datalarımız, informasiyalarımız əslində götürülür. Yəni bilir ki, bu adam artıq telefon axtarır. Və digər, tutaq ki, Samsung şirkəti telefon satmaq istəyir. Və Samsung, indi mən bunu belə adi qaydada deyirəm, amma belə Samsung məsələn WhatsApp-a deyir ki, ya Instagram-a deyir ki, mən istəyirəm ki, mənim reklamım
Ancaq bunu satan, bunu istəyən adamların qabağına çıxsın. Tutaq ki, mən telefon satıram. Bir var ki, mən qoymuşam telefon reklamını, tutaq ki, hansısa metronun içində, amma oradan 1 milyon adam keçir, heç kim heç baxmır reklama. Amma bir də var ki, mən bunu axtaran adamların qabağına çıxıram, bu telefonu göstərən. Onlardan ola bilər ki, 1000 dənəsindən, ola bilər ki, 500 dənəsi aldı telefonu. Çünki mən lazımlı adamın qabağına çıxıram. Yəni, burada nə baş verir? Bizim məlumatlarımızı sanki o şirkətlərə satmış kimi olurlar. Məsələn, Instagram deyir ki, mən elə eləyəcəm ki, sənin reklamın bu qədər pul qoy reklama, mən sənin reklamı ancaq sənə lazım olan adamın qabağına çıxaracaq. Bu yaxınlarda bu səslə də biz eşidirik, bunu telefonlarımızda danışdıqda, hətta kimlənsə həmin reklamlar qabağımıza çıxır. Və biraz bəzi nəzəriyyələr var ki, hətta beynimizdə fikirləşəndə belə ola bilir ki, o şey qabağımıza çıxır. Amma bu necə olur, hələlik bunun analizini tam aparır deyə bilmirlər. Amma var bu şeydə, yəni yoxlaya bilərsiniz. Qarşısını almaq üçün əslində Android telefonlarda və deməli iPhone-larda menyuda bölmə var. Bəzi bölümləri söndürmək lazımdır. Bizim yəni məlumatları götürülməməklə bağlıdır. Var belə. Amma o mümkün bir şeydir yəni. Buyur. Söndürsə belə yerdə, belə deyir, telefonlar bizim tərəfimizdə idarə olunsa belə, qıraq tərəfdən idarə olunur, əşyalardır və biz onları söndürsək belə yerdə səs yazma başlayır. Səs yazma söndürmək olur, bəzi şeylər söndürmək olur, amma tam təbii ki, azadlıq istəyirsinizsə, telefonu söndürürsünüz, meşədə yaşarsınız. Ən yaxşısı elə və heç kim sizə Tesla şirkəti maşın tamamını Tesla şirkətinin beynində Amma onu məsələn, Amerikada bir cinayət baş verib, maşını qaçmaq istəyir. Dediyi vaxt Tesla maşınını stoplaşdırır və maşını hərəkət edə bilib ya da. Bəli, var belə bir şey. Bəli, Tamamilə insanları sanala bağlı. müraciət eləmək lazımdır. Buyurun. Bu arkadaşın dediği var. Əksər maşınlarda da var. Məsələn, maşın satıldığı şirkətdə ki, həmin qaçırılan maşından, məsələn, həmin şirkətin müdürü bir knopka ilə maşını yandırdı. Kim gəlirlər? Bütün markalarda yoxdur, amma müəyyən markalarda var və bəzi şeylərdə biz özümüz də belə sistem quraşdıra bilərik əslində maşına. Həm izləyə bilərik ki, maşın harada gedir, naviqasiyana, hətta internet olmasa belə xüsusi sistem, yəni izləmək olur və dayandırmaq da mümkündür, özümüz də belə sistem edə bilərik, amma bu bahalı biraz maşınlarda, siz deyən kimi şey var ki, o maşın artıq qeydiyyatda kimidir elə bilir o sistemdə. Amma bunlar hamısı haqqında biz maşını aldığımız zaman bizi ilə müqavilə bağlanır, orada biz müqavilə oxumuruq və biz imzalayırıq. Biz əslində təsdiqləyirik. Adi məsələn, hər şeydə biz təsdiqləyirik. Adi Instagramı yazanda, məsələn, telefonumuza da, orada şərtlər var əslində. O deyir bizə mən belə eləyəcəm, biz heç baxmır, elə deyir, qeydiyyatdan keçir. Əslində orada çox şeylər var. Keçək digər bölümümüzə. Yəni SMM burada deyək ki, sırf bu sosial hesabını idarə edən şəxsdir. Yəni bu mütəxəssis də əslində bu gün istənilən şirkətə lazımdır. Bir də onu deyim ki, deməli SMM-in gördüyü digər işlər, yəni normalda əslində SMM dizayn işini görməməlidir. Amma düzdür, bizim ölkədə SMM həm də dizayn işlərini görür. Yəni sırf hansısa bir şeyin logotipini nəyisə düzəldir, nəsə bir fərqli dizaynlar verir. Yəni əslində onu o görməməlidir, normalda dizayn görməlidir. İRES proqramlaşdırma qeyd olunur. Bu mühasibatlıqla bağlı bölümdür. Yəni hesabat işləri aparmaq üçün olan bölümdür. Və burada belə deyək ki, fərqli hesab işlərin görmək üçün həm də market proqramları, bəzi idarələrin bu işçilərin əmək haqqısıdır, işçilərin ümumiyyətlə qeydiyyatıdır, hər şeyi İRES üzərindən aparılır. İRES-i də bilmək əslində sizə əlavə üstünlüyü gətirə bilər. Digər aktual sahə dropshipping-dir. Dropshipping nədir? Dropshipping əslində yeni biznes növüdür. Bu, deməli, Amazon FBA daha çox məşhurdur bu formda. Belə deyək ki, dropshipping biz elə bilin ki, əlimizdə heç nə yoxdur, amma biz biznes sahibi ola bilərik, online biznesdir. Məsələn, tutaq ki, mən girirəm, xüsusi saytlar var, mən hansısa məhsul görürəm, o məhsuldan 1000 dənə alıram. Amma özümün əlimdə saxlamıram. Xüsusi Amazonun xüsusi sistemi var, orada ambarda saxlayıram. Göndərəm ambara.
Sonra onun üstündə biraz dəyişiklik eləyib, ya nəsə eləyib, onu baha qiymətdən başqa saytda satışa qoyur. Və adamlar aldıqca onu, mən elə bir o ambara deyirəm ki, bu adama bunu göndər. Onlar göndərir və mən buradan pul qazanıram. Telefon. Yəni mən nə malı görürəm, nə malı gətirib özümdə ambarda saxlayıram. Yəni mən malı elə bilin hansısa bir saytdan ucuza aldım, saxladım Amazonun xüsusi ambarında və başqa bir saytda qoydum biraz baha qiymətə və sataraq belə bilin pullar qazandım. Bu dropshipping əslində fərqli formalar var. Məsələn, fərqli bölümlər var və siz görməlisiniz ki, nəyi alın, nəyi satın, nə daha sərfəlidir, hansı saytlar daha ucuzdur, harada nəyin qiyməti düşür. Bu da əslində ayrıca bir sahib. 3D zərgərliyi haqqında bayağı biraz danışdım. Bu zərgərlik məlumatlarının 3D dizaynıdır. Bugün artıq gördüyümüz qızıllar, gördüyümüz bəzi şeylər artıq zərgərlik əl işi deyil. Yəni normalda bunlar sırf belə deyək ki, fərqli bir bölümlərdir. Deməli, bu da bir fərqli bölümdür. Bir də təhlükəsizlik kameraları bölümü var. Təhlükəsizlik kameraları da şirkətdə, yəni hər yerdə kameralar var. Yəni kameraların quraşdırılması ilə bağlı olan bölümdür. Yəni kameralarda da hansısa bir hadisələr baş verir, yəni kameranın yaddaşında çəkilir, orada saxlanılır və biz hadisə olanda geri yığıb oradan baxa bilirik ki, nə oldu, hansı hadisə oldu, nə vaxt oldu. Yəni kameranın da quraşdırılması ayrıca bir sahə, bir iş sayılır. Bir də orada saytlarımız var. Burada mən sizə bəzi yol xəritələri misal olaraq göstərmək istəyirəm. Hal-hazırda kiber təhlükəsizliyin yol xəritəsi burada qeyd olunub. Yol xəritəsi dedikdə road map deyirlər buna. Nə deməkdir? Yəni biz hansı bölümü öyrənmək üçün nə etməliyik? Yəni hardan başlamalıyıq? Yəni sırf bunun formasında belə deyək ki, bölümlər burada etapları qeyd etmişəm. Birinci, IT-nin ilkin tanışlıq bölməsi, yəni bu vacib bölmədir. Yəni sırf bizim bir nəsə kompüter biliyimiz olmalıdır ilkin növbədə. Yəni heç nədən biz durub kiber müdafiəsi olmamız normal bir müdafiəsə gedib çıxmayacaq. Helpdesk bölümünün öyrənməsi burada yaxşı olar. Çünki siz hansısa bir şirkətə düzəlsəz də, sizi ilk növbədə kiber təhlükəsizlik mütəxəssisi kimi işə götürməyəcəklər. Sizi ən azından kompüterlara qurulu texniki həlləri aradan qaldırmaq mütəxəssisi kimi işə götürəcəklər. Ona görə helpdesk bölməsi burada vacibdir. Şəbəkənin qurulması və şəbəkə idarə etməsi, serverin qurulması, bunu da kiber mütəxəssis bilməlidir. Çünki kiber hücumlar olan zaman adətən onların serverin olunur, baş kompüterların dağılmaq istəyirlər, belə deyək, bankdır, ya hansısa bir yerdir. Şəbəkənin təhlükəsizliyini də normal formada bilməyimiz lazımdır. Və bir də proqramlaşdırmanın müəyyən qolları var, Python və digər qollar, onları bilməyimiz lazımdır. Çünki biz hansısa bir kodlar yazırıq və kodlar sayəsində biz harasa hücum edirik və ya kimisə bloklayırıq, ya nəsə bir şeylər edirik, bunun üçün proqramlaşdırma bilməliyik. Və sonra Red Team və Blue Team adlanan bölümlər qeyd olunur. Red Team əslində burada hücum edən tərəf var. Yəni siz hansısa şirkətin təhlükəsizliyini yoxlamaq üçün ora hücum edirsiniz və təhlükəsizliyi aydınlaşdırmaq istəyirsiniz ki, görün burada boşluqlar var yoxsa yoxdur. Blue Team isə müdafiə xarakteri daşıyır. Siz müdafiə qurursunuz, kimsə sizə hücum edə bilməz. Yəni adətən şirkətlərdə iki cür kiber təhlükəsizlik mütəxəssisi axtarılır. Ya Red Team, ya Blue Team, yəni belə bir forma var. Digər sahənin yol xəritəsinə baxaq, proqramlaşdırmanın yol xəritəsi. Yəni proqramlaşdırma biz öyrənmək istəyirsə, roadmap yol xəritəsi necə olmalıdır? Birinci, əslində normal proqramist olmaq üçün riyazi biliyin olması əsas sayıla bilər. Çünki normalda geniş kodların yazılması üçün sizə riyazi bilik lazım olacaq. Çünki yoxsa bu mümkünsüz olacaq, siz müəyyən səviyyədə biləcəksiniz. Algoritm riyazi biliyə daxildir yoxsa? Demək olar, algoritmlə daxildir və bəzi kodların yazılması üçün riyazi silsilə, bəzi şeylər var, bunları da bilmək lazımdır. Yəni söhbət biraz daha genişlənmiş kodlardan bilir. Kompüterdən istifadəni bilmək lazımdır. Ən azından da heç olmasa adam Word-də yazı yazmağı bilməlidir. Çünki proqramlaşdırma proqramist kod yazacaq. Heç bu adam klaviaturanın hərfləri bilmir hardasa. Bunun biraz proqramlaşdırma başlamalı düz deyil. Ən azından heç olmasa ofis proqramlarından nəsə anlayışı olmalıdır.
Helpdeski burada bilmək də biraz rol oynayır. Çünki biz proqram düzəldirik, biz bilmiriksə əməliyyat sistemi nə deməkdir, proqram nə deməkdir, proqram ümumiyyətlə kompütera necə yazılır, ümumiyyətlə hansı deyirlər ki, bu proqram bu gücdə bir kompütera gedər, biz heç bilmirik kompüterin gücü nə deməkdir, RAM nədir, prosesor nədir, o zaman biz proqram düzəldirik, amma heç bizim anlayışımız yoxdur. Ona görə biraz helpdesk biliyini bilmək burada əsas məsələlərdən biri sayıla bilər. Lokal şəbəkələri heç olmasa bilməsi yaxşı olar. Çünki ola bilər ki, siz hansısa bir proqram düzəldirsiniz. Bu proqram IP kodlarla, IP ilə işləyir və ona görə lokal şəbəkənin bilməyiniz də müəyyən qədər burada lazım olacaq. Proqramlaşdırma dilinə gəldikdə isə dili siz özünüz seçirsiniz sonradan. Burada fərqli dillər var. Python var, Java var, C dili var, digər dillər var və ya web proqramlaşdırma sahələri var və bunları seçib öyrəndikdən hansı sizə daha uyğun görünürsə, onların sintaksisi, onu seçib öyrənirsiniz və proqramist bu adam adlanır sonunda proqramı düzəldir. Digər bir neçə slaydımızda qalır, bunlara da baxar. Biri 3D dizaynerdir, bu belə deyək ki, yol xəritəsi 3D dizayneri. 3D dizayner əslində sırf dizayn işi görən adamdır. Bildiyimiz kimi bu otağın dizaynını kimsə düzəldir, buna 3D dizayner deyilir. Bunda təbii ki, birinci dizaynerliyi anlayışı olmalıdır, yəni nəsə bir bilməlidir ki, dizayn ümumiyyətlə nə deməkdir. Kompüterdən istifadə bilməlidir. 2D qrafik dizayn proqramlarını ən azından bilməlidir. Bunlara CorelDRAW, Photoshop aiddir, hansı ki, bildiyimiz kimi belə formalı dizaynlar düzəldilir. Layihənin işlənməsi işin bilməlidir. Bunu AutoCAD proqramında öyrədilir. AutoCAD proqramında, yəni dizaynını seçənlər üçün digər proqramdır. Sırf AutoCAD proqramı, yəni sxemin düzəldir. Ölçülər neçə olmalıdır, qapı hansı ölçüdə olacaq, pəncərə harada olacaq. Yəni bunun layihəsi AutoCAD-da yığılır. Amma sırf 3D modelləşmə, yəni sırf 3D dizaynını isə 3D Max-da yığılır proqram olaraq və sonunda isə 3D dizayner olur bu adam. Digər bölümümüzə də keçid eləyək. Deməli, bir də son olaraq mən sizə belə deyək, beynəlxalq sertifikatlar barədə azca məlumat vermək istəyirəm. Beynəlxalq sertifikat bəzi tələbələr almaqda düşünürlər. Beynəlxalq sertifikat ümumiyyətlə nə deməkdir? Beynəlxalq sertifikat bizi fərqli, yəni ölkələrdə də bizim sertifikatımız tanınır və normalda bəzi işlərdə də bizi sertifikata görə bizim bildiyimiz təsdiqlənə bilir. Burada əsasən Microsoft şirkəti, Cisco şirkəti və CompTIA şirkətinin belə deyək, beynəlxalq sertifikatları bugün əsas sayılır. Və bunlardan Microsoft əsasən Windows sistemi ilə bağlıdır. Bir dənə çevirər izləmək. Microsoft əsasən Windows sistemi ilə bağlıdır. Burada əgər roadmap maraqlı olsa, sizə Microsoftun hansı sertifikatlarını almaq olar. Bunun haqqında sizə ayrıca mən bunları göndərə bilərəm. Burada əslində Microsoftun fərqli sertifikatları var. Ən sadə sertifikatı Windows əməliyyat sistemini bilməklə bağlıdır. Yəni, bu sertifikatlar əslində onlayn formada olur və amma imtahanlarına giriş ödənişlidir. Yəni, ödəniş də az deyil, yəni müəyyən ödənişlər var. Deməli, burada belə deyək ki, bu əslində burada biraz çox kiçik görünür. Amma burada yəni ki, hansı bölümün sertifikatını almaq üçün nələri imtahanlarını vermək lazımdır və sonunda nə mütəxəssisi olursan, bununla bağlıdır. Digər bölümə keçək. Bu, belə deyək ki, nə basar? Burada Cisco sertifikatıdır. Cisco əsasən şəbəkə ilə bağlı sertifikat verir. Bunun da əslində roadmap-i burada qeyd olunur. Ən məşhur sertifikatı CCNA sertifikatıdır. CCNP, CCNA belə sertifikatları var. Burada adam adı olur, burada produkt adı bağlanır. Burada da bunların əslində imtahan növləri var. Hansı sertifikat üçün hansı imtahanları verməliyik? Digər bölümə də baxaq. CompTIA Arculus imtahanı, CompTIA əsasən texniki bölümlə bağlı sayılır. Yəni, sırf kompüterin arxitekturası və texnikası ilə bağlıdır. Bu imtahanlara, yəni beynəlxalq imtahanlara belə formada daxil olmaq olur. Burada da belə deyək ki, roadmap belə formada verilir. Bir dənə də çevirir. Bu
son olaraq bizim reklam posteridir. Nəylərsə maraqlı olsa bizim səhifədə də buradan baxa bilərsiniz və bəzi məsələləri buradan aydınlaşdıra bilərsiniz. Bir də son olaraq sizə suallarınızı indi diskusiya edəcəyik. Suallar əsasında biraz danışacağıq. Kimsə nəsə suallar varsa, seyirə bilər, suallar verir bilər. Buyurun. Əlin olur. Tamam olur. Şəbəkə üzrə qeydiyyatını tutmuşum, nailiyyətlərini qeydiyyatını tutmaya var. Onlar haqqında, təlimçilər haqqında Təlim deyəndə seminar formasındadır. Sadəcə hərə öz fənni haqqında, yəni nələr keçir, bölmələr üzrə, bunlar haqqında danışıyor. Biraz sizi tam məlumatlandırır ki, bu sahə hansı formasıdır. Dərs keçmək olmayacaq, ancaq seminar kimi olacaq, təşkildə. Seminar formasında və diskusiyalar formasında olacaq. Əsasən müzakirələr formasında olacaq. Yəni, siz izahı olmuşsunuz da, yəqin ki, orada biz qeyd eləmişdik, izahda nələr var, hansı bölümlər. Yəni, orada da qeyd olunur ki, yəni, informasiya xarakteri daşıyır. Çünki dərsini keçmək mümkün deyil bir dərsə. Bir dərsə mümkün deyil axı, yəni, onu nəsə keçmək yəni. 8 dəfə olmayacaq. 8 dəfə hərəsi ayrı-ayrı bölüm. Bir dəfə, Yəni, məsələn, proqramlaşdırılır, hərəsi fərqlidir. Yəni, ona görə o dərs kimi mən IT mühəndis sahibində dərs aparam, yəni Helpdesk IT mühəndisində dərslərlə aparam. Şəbəkə üzrə fərqli mühəndislərdir, yəni başqadır. Kiber təhlükəsizlik üzrə bir başqadır. Proqramlaşdırma üzrə bir başqadır. Əslində, burada indi görürsünüz, bəzi reklamlar var, yəni müəllimlərin də bəziləri var. Azərbaycanda da tarixlə dərs kimsə buyurun, başqa nəsə kimisə sual var? Məsələn, bu yançılara inkişaf eləmək müəllifsizdir. Mən insanlar ilə çox vasitə olmasını tərəfdardır. Hər şey insan əlindən olsa daha yaxın. Elə deyil, amma IT artıq 28 əsrdən tətbiq olunur və məcburi ilə. Nə məsələn? Sahə olaraq Mən bir-iki əsas bir təhsil edə bilər. belə deyək də, verginin əslində gələcəkdə mühasibatlığın işində, verginin işində xüsusi süni intellekt özü hər şeyə bilir. Ola bilər ki, adama ehtiyac deyil. Məsələn, mən çox böyük bir fərq etdim ki, Azərbaycanda son qısa bir müddətdə çox qısa bir şəbəkə bizim öz dövrümüzdə Avrupa'da müqayisəsində məncə tamamilə Belə deyək də, verginin IT ilə bağlılığını əlaqələndirən bir proqram verəmək. ödənişçilər verir. Siz saxdığınız hər şeyi ödənişçilər ödəyirsiniz. Ödəniş ödəyirsiniz. Siz yəni gələcək olaraq sahə olaraq, məsələn, vergi və IT ilə bir yerdə bağlı olan sahə. Məsələn, tutaq ki, hansısa bir hüquqşünasdır. Bir dənə şahı qularsa, məsələn, bir adam hüquqşünasdır, hüquqşünaslıq öyrənir. Ola bilər ki, gələcəkdə heç hüquqşünasa ehtiyac olmasın. Çünki xüsusi süni intellekt texnologiyası baxsın ki, bu adamla qulaq assın, bu adam deyir ki, mən bu cinayət eləmişəm. O birisi də deyir ki, mən bu cinayət eləmişəm. Özü dəyər verir, deyir ki, buna məsələn 5 il iş düşürsə, süni intellekt təqdim. Sual da verirlər niyə görə? Çıxır ki, o filan vaxtı filan şey deyir, filan şey filan. Heç adama da ehtiyac yoxdur, o hər şey deyir. Əslində ehtiyac yoxdur. Amma biz indi görürük ki, bu hüquq sahəsi məsələn ölməyə doğru gedirsə, biz nə etməliyik? Hüquqla paralel hüquq öyrənmişik də, tutaq ki, hüquq oxumuşuq. Hüquqla paralel, məsələn, biometrik bir şeylər öyrənə bilərik. Məsələn, nə? Tutaq ki, üz tanınma sistemi və ya barmaq izi texnologiyası, bunların nə olduğunu öyrəndik.
və hüquqla barmaq izi, üz tanınma sistemi, süni intellektləri bir yerdə birləşdirərək, məsələn, asan imza, süni, belə deyək, sima tətbiqi var, məsələn, üz tanınma sistemi. O sima tətbiqi, məsələn, həm hüquqi bilik lazımdır, həm də onu yaratmaq üçün sırf IT bilik və süni intellekt biliyi də lazımdır. Yəni, ikisini birləşdirib bir komponent yarada bilərik və biliyimizi orada tətbiq edə bilərik. Çünki təkcə hüquqda qalsaq, ola bilər ki, gələnlərə bizə ehtiyac olsun. Amma mənə elə gəlir ki, gələcəkdə belə olsa, insanlar pasiflər. Bizə hələ çox var olsun. Buyurun, başlayalım. Proqramasiya kursu fərqli kurslar var, yəni web proqramlaşdırma var, digər proqramlaşdırma var. Konkret olaraq biz sahibimizi bilgisini eləməsində hansıdır olur. Proqramın dərsində 3-4 ay var. Bəlkə də 3-4 ay var. Çox biliriz. Onlar keçməsində olur, amma mənim sizi yoxlamalıyım. Yəni, bilgi səviyyənizdə, əgər o qeydisə, onda azalma olur, digər qrupla qoşma olur. Məsələn, 2-ci ayda olur, elə bir şey var. Digər bir məsələlər biz görək burada. Son olaraq bizim bəzi sosial layihələr də olur. Məsələn, hal-hazırda burada gördüyümüz bu son belə bir layihəmiz, belə deyək ki, bu nə ilə bağlı məsələdir? Burada biz batareyaların təbiətə atılmasına biraz qarşı olaraq belə bir siyahı düzəltmişik. Əslində, batareyaların təbiətə atılması, burada digər başqa bir tədbirdə var, bunun haqqında danışacağım. Burada belə deyək ki, batareyaların təbiətə atılması təbiətin əslində ziyan görməsinə səbəb olur və su hövzələridir, sonra ağaclardır, torpaq sahələrdir, çirklənir və batareyalar 100 illərlə demək olar ki, təbiətdən yox olmur, yəni 100 ildən sonra yoxa çıxır. Əslində, batareyaların belə deyək ki, normalda təkrar İRMOVA göndərilməsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində belə bir mərkəz var. Onların ora göndərilməsi daha yaxşı bir addım olar. Və belə deyək ki, bəzi böyük marketlərdə və bəzi yerlərdə belə bir xüsusi qutular var və ora batareyalar ora atmaq məsələ görülür. Bizim mərkəzdə də belə bir qutu tələbələrini üçün düzəltmişik və gələcəkdə ola bilər ki, Gənclər Mərkəzi ilə də biz nəsə əməkdaşlıq çərçivəsində belə bir layihə imza atdıq. Yəni, sırf batareyaların təbiəti qorumaq naminə belə bir formada atılmasına diqqət edilir. Bir digər layihəmiz də, əgər sizin tanışlarınız arasında belə bir adam varsa, burada belə deyək ki, biz xüsusi bu zəfər ayı çərçivəsində belə bir layihəmiz var. Layihənin məqsədi nə ilə bağlıdır? Zəfər ayı çərçivəsində biz Zəfər ayı çərçivəsində belə deyək ki, bizə qələbənin bəxş edən şəhidlərin xatirəsinə olaraq şəhid olmuş ataların şərəfinə biz 8 tələbiyə ödənişsiz təhsil imkanı yaradılır və bunlar demək 4 aylıq help test kursunda ödənişsiz iştirak edəcəklər. Bu ay ərzində qeydiyyata düşə bilərlər və müəyyən adamlar arasından bu seçiləcək.
Belə bir tanışlarınız kimsə varsa da bildirə bilərsiniz, müraciət edə bilər, yəni o da seçilə bilər. Belə son olaraq Gənclər Mərkəzinin rəhbəri Nərgiz xanıma təşəkkürümü bildirirəm, yəni şəraitimizə yaxınıma görə və Arzu xanıma təşəkkürümü bildirirəm. İnşallah siz də müəyyən qədər maarifləndirə bildik və indi digər seminarlarımızda da bunların davamı olacaq və hər bölümümüzdə daha geniş seminarlarımız olacaq. Olduğunuz üzere. Kollektiv bir şəkil çəkilsin.